Əgər biz toxumalarımıza diqqət eləsək, görərik ki, toxumalarımızın da oruca bir ehtiyacı var, aclığa bir ehtiyacı var. Deməli, ən azından qanımız gəlir bizim toxumalarımızın hamısını qidalandırır və qidalandırdıqdan sonra tullantı maddələri əmələ gəlir və bu tullantı maddələri limfa damarları vasitəsilə təmizlənir. Biz limfa damarlarının daxilində axan limfa mayesinə orqanizmimizin güzgüsü deyirik. Bura nələr aiddir? Limfa mayesi və piroizm turşuları, süd turşuları. Biz oruç tutan zaman həmin tullantıların miqdarında çox azalmalar baş verir. Və bu tullantıların miqdarında azalma baş verdikdən sonra isə bizim limfa damarlarımızın qapaq zədələnməsi riski aradan qalxır. Bax, görmüsünüz, adamlar var, ayaqları səhər durur, işləyir, axşama yaxın şişir. Adam var ki, ayaqları o qədər şişir, heç yatmır, buna biz fil ayaq deyirik. Bunların hamısı üçün oruç tutmaq birinci növbədə müalicədir. Çünki qapaq zədələnmələri aradan qalxır və orqanizmimiz yenilənir.